İnvestisiyanın qızıl qaydası anlamaqdır. Anlamadığınız biznesə pul yatırmayın. Prinsipi sadə səslənsə də investorların ən çox əməl etmədiyi qaydadır. İnvestisiya etməyi düşündüyünüz şirkət haqqında özünüzə bu sualları verin. Bu şirkət pulu necə qazanır? Müştəriləri kimlərdir? 5, 10, 20 il sonra bu şirkətin hələ də mövcud olacağına və gəlir əldə edəcəyinə inanırammı? Əgər bu suallara sadə və aydın cavab verə bilmirsinizsə, bu səhmdən uzaq durun. Bu, Warren Buffett'ın məşhur konsepsiyasıdır. Hər kəsin hər sahədən anlaması mümkün deyil, amma hər kəs müəyyən sahələri dərindən anlaya bilər. Sizin vəzifəniz öz səriştə dairənizi müəyyən etmək və yalnız onun daxilində investisiya etməkdir. Anlamaq təkcə biznes modellərini bilmək deyil, həm də şirkətin iqtisadi səngərini, yəni onu rəqiblərindən qoruyan davamlı rəqabət üstünlüklərini müəyyən etməkdir.